Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin və ali Muhammed. İmam Ali əleyhissalam belə buyurmuşdur. Güzəştə getmək ən böyük yaxşılıq və imanın ən yüksək mərtəbəsidir. Salamlayırıq əziz dəyərli mömin möminələri. Allahın izni ilə şəriət dərslərində növbəti bölmədəyik. Bu bölmədə inşallah qabların hökmlərindən danışacağıq. Qeyd edək məsələni ki, murdar olmuş heyvanların dərisi, leş deyirik ona. Eyni zamanda itin və donuzun dərisindən hazırlanmış qablarda yemək yemək və yaxud da ki, yemək içmək üçün istifadə eləmək icazəli deyil. Həmçinin bu qablarda dəstəmaz və qüsul kimi, bilirsiniz ki, bu cür işlər ki var, məsələn, onlarla bir paltarı paşlamaq olsun o qablarla və s. bu cür işləri də görmək olmaz. Amma əzizlər, alimlər qeyd edir ki, əkin sahələrini suvarmaqdır, heyvanlara su verməkdir, həmin bu qablar vasitəsilə etmək olar. Yəni, heç bir problemi yoxdur. Amma ümumi əsas görüş budur ki, heç bu qablardan heç bir yerdə istifadə olunmasın. İkinci bir məsələ, qızıl və gümüşdən hazırlanmış qablar ki var, bu qablardan da yemək, içmək üçün istifadə etmək haramdır. Hətta alimlər deyir ki, onu zinət əşyası kimi evə qoymaq, yəni zinət əşyası kimi, qabdan söhbət gedir ha, zinət əşyası kimi almaq, satmaq da iradı var. O yolda pul qazanmağın da iradı var. Yəni, ümumi ehtiyat görüşü mən sizə deyirəm ki, ola bilər indi bəzi alimlər istisna onu onsuz da ki, bütün alimlər orada yemək, içməyi haram bilir. Qızıl və gümüş qablarda. Amma onun indi zinət əşyası kimi istifadə eləməyi və yaxud da ki, onu alıb satılması, bunların arasında ola bilər bəzi alimlər icazə verər, amma ehtiyat görüş budur ki, bu işləri heç görülməsin və onun müqabilində pul da alınmasın. Qızıl və gümüşdən düzəldilmiş stəkanın qulpu. Baxın, stəkanın qulpu qızıl və gümüşdən düzəldilib, amma stəkanın özü yox. Burada bir məsələ var. Əgər insanlar, yəni cəmiyyət ona qızıl stəkan və yaxud gümüş stəkan desə, o stəkanda yemək, içmək olmaz. Eyni qızıldan və gümüşdən olan qabın hökmündədir. Adına qab deyilməyən əşyaların qızıl və gümüşdən olmasının heç bir problemi yoxdur. Həmçinin digər bir məsələ budur ki, üzərinə qızıl suyu çəkilmiş və yaxud qızıl suyuna batırılmış, gümüş suyuna batırılmış qablar ki var, onların da yəni istifadə edilməsi və onlarda yeyib içməyin heç bir problemi yoxdur. Digər bir məsələ budur ki, qızıl və gümüşdən hazırlanıb hazırlanmaması və yaxud bilmirik ki, hansı materialdan hazırlanıbdır, bu qablarda yemək içməyin heç bir işqalı və problemi yoxdur. Yəni, istifadə edə bilərik. Davam edirik. 7-ci məsələ budur ki, qızıl və gümüş eyni zamanda digər bir metal ilə qarışır. Ola bilər dəmir olsun, mis olsun, platinyum olsun və s. Onlarla qarışıb bir qab hazırlanır. Əgər bu qabda həmin o metalın miqdarı o qədər çox olar ki, ona biz qızıl, gümüş demərik, o zaman o qablardan da istifadə eləmək olar. Lakin əsas məsələ budur ki, orada metalın miqdarı qızıl və gümüşdən çox olsun və insanlar ona metal qab desin və s. Qızıl və gümüş qabda olan yemək. Burada bir məsələ çıxır ki, bəs o yeməyi digər bir qaba tökə bilərikmi? Alimlər deyir ki, haramdan çəkinmək niyyəti ilə ki, mən qızıl gümüş qabda yeməyim haramdır, onu digər qaba töküb yeyə bilərik, icazəlidir. Digər bir məsələ budur ki, çarəsizlik ucbatından zəruri miqdarda həmin o qızıl və gümüşdən hazırlanmış qabda yemək yeməyin icazəlidir. Lakin bir məsələ budur ki, alimlər deyir ki, insan çətin halda ola, yəni zəruridir ki, onun üçün yesin ki, yəni dünyada yaşasın da ölməsin. Məsələ budur ki, onda yeyə bilər və zəruri miqdarda yeyə bilər. Yəni, qarnını dolduracaq qədər yox. Və həmçinin də təqiyyə məqsədi ilə də bu iş görülə bilər ki, yəni təqiyyə odur ki, canım haqqında, yəni malım,
və s. aləm haqqında qorxuya düşürəm və bir iş görürəm. Yəni öz əqidəmi gizlədirəm də. Təqiyyə belə bir şeydir. Təqiyyə vaxtı da qüsul və dəstəmaz üçün məsələn onlara müraciət eləyə bilər. Həmin o qablardan qüsul və dəstəmaz edə bilər. Lakin burada bir dənə məqam budur ki, yəni təqiyyə zəruri bir hal olur və s. Allahın izni ilə bu dərsdə qabların hökmlərini qeyd elədik. İnşallah gələn dərsdən dəstəmaz, onun alınma qaydası və dəstəmazın hökmlərinə keçəcəyik. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.